Medera Hospital sponsorluğu ilə Həkim Sən verilişinə baxırsınız. Vaxtınız xeyir olsun. Həkim Sən efirdədir. Artıq bugündən etibarən saat 14:30-da canlı yayımlanacaq. Hər hansı suallarınız, istek və arzularınız varsa, bugündən etibarən həftə içi 5 gün 14:30-dan 16:30-a qədər suallarınızı yönəldə bilərsiniz. Instagram səhifəsində biraz sonra xatırladacaq, amma mən studiyaya məxsus nömrələri demək istəyirəm. 012 497 46 25. Bugün Nordic Sağlamlıq Mərkəzinin və eyni zamanda klinikasının, tibb mərkəzinin baş həkimi Sirus Qoçxani bizimlədir. Sirus doktor, xoş gördük sizi. Necəsiz? Sizinlə ilk görüşümdür, amma sizin haqqınızda kifayət qədər məlumatım var, kifayət qədər xoş məlumatlarım var. Həyata keçirdiyiniz əməliyyatların uğurlu olub-olmadığı haqqında da məlumatlarım var. İnşallah ki, fəsadlı əməliyyatlarla rastlaşmamışıq və bundan sonra da olmaz. Bilirsiniz ki, hər efirimizdə biz əlbəttə tibbdə olan yenilikləri təqib edə bilmirik. Bir aparıcı olaraq öz payıma düşəni demək istəyirəm. Amma davamlı olaraq müxtəlif mütəxəssislərə dəvət edəndə onlar siz həkimlərin borcudur, təqib edirsiniz, görəsən hansı yeniliklər var. Amma bir şey də var ki, hər bir cərrahın özünə məxsus tərzdə bir üsulu var. Cərrahi əməliyyat eləyəndə orada müəyyən üsulları, ixtiraları həyata keçirir, yenilikləri icad edir və bu yeniliklər də əlbəttə ki, Azərbaycanda, söhbət bugünkü gündə bizim vətənimizdən gedirsə, Azərbaycandan modern plastik cərrahiyyənin təməlini qoyur. Yəni, mən bugünkü gündə bilirəm, sizə də çox çətindir, çünki insan psixologiyası həm xaricdən gəlmişsiniz, mühitə görə insanların xaricdən göründüyü kimi deyil, yəni bunların xasiyyəti, xüsusiyyəti, hələ xüsusilə bu əməliyyata gedəndə insanların psixoloji dəstək alması çox çətinlik törədir. İstəyərdim sizin elə söhbəti onunla başlayaq. Yəni, bu sizin üçün bir vəfa borcudur, mən bunu bilirəm, söhbətimizdə məlum oldu verilişdən öncə Azərbaycanda xidmət etmək. Amma xəstə ilə pasiyent deyək, pasiyentlə həkim, cərrah arasında müəyyən bir faktor var. Sizin pasiyentlərinizlə aranızda olan o faktor nədən ibarətdir? Mən onu bilmək istəyirəm. Necə yanaşırsınız onlara? Hər hal, hər xəstə ki gəlir, həkimin yanına, inanır ki gəlir onun yanına. Yəni, bu söhbət budur ki, bu inanıb, neçə xəstə həkimin qarşısına bir nəfəri seçib və gəlib onun yanına və öz sözünü deyib. Bu, bizə böyük roldur ki, biz indi bir dənə xəstə gəlib sizə inanıb, biz də gəlib ona qarşı xidmət görsədək və ən yüksək xidmət görsədək. Və onun inanını gərək biz itirməyək. Ona görə tam səy edirik. Necə inandırırsınız xəstəni? Bax, xəstə mən gəldim. Deyəcəm ki, doktor, mən burun əməliyyatı istəyirəm və ya göz üzərində blefaroplastika istəyirəm və ya üz gərməsi istəyirəm. Bunun doğru olub-olmadığını aydınlaşdırırsınız? Yoxsa ümumiyyətlə, yox, mən yaxşı həkiməm, gəl, əməliyyatı mən eləyəcəm, tam əminliklə deyə bilərəm ki, daha gözəl olacaqsan ki. Yəni, bu münasibət necə qurulur? Baxın, baxıb, yəni bir dəfən, iki dəfəndən olmaz. Hər hal, xəstəyə gəlir çox şikayətləri var gözəllik barəsində, estetik cəhətdən çox suallar verir. Və bəzi suallar ola bilər ki, yanlış olsun, yəni özünə gəlsin, psixik problemləri olsun. Biz bunları bir-bir izah edirik. Bu söhbətlər gedəndən sonra xəstə bilir ki, hər hal bu həkimə özünü buraxsın ki, etibar eləsin ya yox. Bu təbiidir, bu gərək olsun. Mən dəfələrlə də demişəm ki, həkimi çox sınasınlar. Hər cəhətdən, hər tərəfdən. Yəni, həm əl işlərini görsünlər, həm özünlə danışsınlar, həm görsünlər ki, bu onun istədiyini eləyə bilər ya yox. Yəqin ki, sizə müraciət edən insanlar, yəni hal-hazırda söhbətdən də çox xoş bir auranız var, onu da qeyd etmək istəyirəm. İlk görüş olduğu üçün mən istəyərdim sizinlə ətraflı söhbət eləyə bugünkü gündə. Çünki hələ bir saat müddətində biz efirdəyik. Ümumiyyətlə, həkimdə olan empatiya gücü güclü olmalıdır. Sizdə bu var. Buna görə xüsusi alqışlayıram sizi. Amma bir sual da vermək istəyirəm ki, ümumiyyətlə, estetik əməliyyatlar kimlərə olmaz? Yəni, hər istəyən, arzusu olan insan estetik əməliyyata müraciət edə bilər, yoxsa müəyyən kriterilər var ki, siz onu deyə bilərsiniz? Təbii hamı kimə olmaz? Təbii hamı estetik əməliyyatları istəyir. Amma ki, baxıb ki, o əməliyyatlar ki, yaraşır, biləsinə dəyişiklik olur ya olmur. Fərz edək, bir dənə xəstə gəlir, burnu normaldır, balacadır, gözəldir, ona o sifətə yaraşır. İndi gəlsə desə, mən rinoplasti istəyirəm, təbii ki, heç vaxt qəbul eləməz, eləməyəcək. Çünki o gərək üz quruluşuna, üz sifətinə gərək yaraşsın. Əgər yaraşmasa, düzgün deyil. Ya bəziləri var ki, bəzi əməliyyatlar istəyir ki, o düzgün deyil. Yəni, gərək ayrı yollarla, fərzlə bir gəlir abdominoplasti istəyir, ya liposuction istəyir. Böyük qarın var, istəyir ki, onu ancaq liposuctionla aparsın. Bu düzgün deyil, düzdür. Biz eləyə bilərik, bu piyi götürək, balacalaşacaq, amma ki, o yolu deyil. Yəni, tibbi göstəriş deyil. Tibbi göstərişlər gərək nə cür olsun. Bunların hamısının bir mərhələləri var ki, o mərhələlərə keçəndən sonra o zaman elə bilərik bəzi əməliyyatlar eləyək. Və bəzi əməliyyatlar ki, lazım deyil, lazımsızdır,
heç vaxt biz xəstəyə görmərik. Doktor, maraqlı bir şey var ki, bəzən həkimlər gəlir, çıxış eləyəndə mən özüm də xüsusilə diqqət yetirirəm danışılan sözlərə və çox gözəl də dinləyiciyəm, bunu da sizə deyim. Çünki verilişin əvvəlində nə deyilirsə, mütləq mən onun cavabını verilişin sonunda almalıyam. Çünki kifayət qədər dinləyirəm mən həkimləri. Söhbət nədən gedir? Biz hər zaman vurğuluyuruq ki, insanda əgər orqanizm demək bu düzgün olmaz. Ümumiyyətlə, xarici görünüşümüzdə hər hansı bir yer bizi qane eləmirsə, burun, qulaq, göz, dodaq və yaxud da ki, əzalarımızdan, sinə və yaxud da ki, artıq dərəcədə piyimiz varsa, hər zaman efirdə səslənirik və deyirik ki, gəl sən bunu estetik əməliyyat elətdir, komplekslərdən uzaq ol. Əslində bu kompleksə biz onu salmış oluruq o ifadəni işlədəndə. Mən indi yavaş-yavaş, yəni bir çox həkimlər gördükcə, hər bir həkimin özünə məxsus danışığını eşitdikcə, pasientlərlə əlaqə saxladıqca özüm də başa düşürəm ki, hə, vaxtı ikən deyilən kəlmələrin indi yeri yoxdur. İndi sualımı nəyə gətirmək istəyirəm? Bəzən elə olur ki, insanlar düşünürlər ki, hə, bu kompleks məndə var, gedib əməliyyat eləyəcəm, istər siruzu doktorun yanında, istər başqa doktorun yanında və sonra daha çox seviləcəm, daha da gözəl olacam. Yəni bu sosial fobiya sizcə doğrudur? Sosial fobiya... Soruşursunuz nəyə görə istəyirsən bu əməliyyatı? Bəli, çoxlarından soruşuruq. Bəziləri çox bəllidir ki, ehtiyac soruşmağa yoxdur ki, və həqiqi problemlər var. Bəli, bəziləri var ki, qeyri-təbii, anormal problemlərdir ki, onlar gərək psixik cəhətdən gərək onlara hazırlaşın. Baxın, tam Amerikada, Avropada əməliyyatdan qabaq, estetik əməliyyatdan qabaq mütləq bir dənə psixoloq görür. Onlarla danışır, görsün ki, bunlar istədikləri psixikdir, ya ki həqiqi problem var, ya istəyirlər ki, məsələn, bu əməliyyatdan sonra bunları qane eləyəcək. Ona görə düzdür, hələ bizdə yoxdur, biz də onu inşallah təşkil eləyəcəyik. Çünki mütləq lazımdır. Amma hələ ki o missiyanı siz üzərinizə götürürsünüz. Bəli, ona görə biz bu şeylərdə çox diqqətli oluruq. Hər hal hər estetik cərrah bunu baxır ki, əgər xəstənin problemi sonra düzəlməsə, beyindən aparmasa, o yenə ona müraciət edəcək. Məsələn, bir dənə xəstə mənə gəlmişdi, deyirdi, mən burnum burası yanır. Bunu əməliyyat eləsəz düzələr. Mən bunu dedim, yox, sizə əməliyyat ehtiyac var idi, amma əsas problem psixik problemi idi. Dedim, gərək siz bir dənə psixoloqa müraciət edəsiniz ki, bu məsələni dərman eləsin. Əgər dərman eləsəz, sizin məsələn, burnunuz burada yanmır. Çünki bu bir psixik problemdir. Hər adamı eləyə bilməzsiniz əməliyyata götürəsiniz. Yaş faktoru getdikcə aradan çıxır deyirik, amma bəzən insanlar yanlış anlayır. Baxırsan ki, vurğuluyursunuz, burun əməliyyatı qızlar 17-18 yaşı və ya oğlanlar 17-18 yaşı gözləməlidir. Niyə? Çünki üst sümükləri inkişaf etməlidir. Amma baxırsan ki, getdikcə bu yaş limiti geriyə doğru gedir. Bugünkü gündə 12 yaşında burun estetik əməliyyatı sırf istəyə uyğun eləyənlər var. Bu insanlara nə məsləhət görürsünüz? Təəssüflər yox, düzgün deyil. Mütləq 17 yaşından aşağı heç əməliyyat olmaz. Nə döşlük, nə burun deyil, nə hər əməliyyat olur. Məsələn, otoplastik qulaqlar olar, çünki o təbii 7 yaşından onlar əməliyyat olsa, o da məktəb zamanı biz eləyirik. Bəzi əməliyyatlar gərək olmasın. Onlar gərək bir dənə psixoloqa danışsınlar, psixoloqa müraciət eləsinlər, onlar rahatlaşsınlar ki, sən gərək 17 yaşın olasan, 17 yaşına bunu sakit saxlasınlar, gözünə kompleks yaratmasın, problem yaratmasın, sonra İnşallah vaxtına gəldik, gələcək müraciət edəyəm. Söhbət elədikcə sizi daha yaxından tanımaya çalışıram. Çünki həkimlə bilavasitə söhbət etmək bunun özü də bir psixoloji inam yaradır ki, verilən sualların da cavabı doğru olsun. Və siz bu çıxışları etməklə insanlara doğru mütəxəssis olduğunuzu vurğulayırsınız. Çünki mənim deməyim bir ayrı effekt verir. Amma həkimin öz çıxışından bunu xəstənin, pasiyentin anlamağı və birbaşa hal-hazırda da çalışdığınız Nordic klinikasında xüsusilə qeyd eləmək istəyirəm. Ora müraciət etməsi mənə elə gəlir ki, əməliyyatları birə-bir üstünlük təşkil edəcəyindən tam əmin ola bilərəm. Nordic klinikasına çoxdan gəlmisiniz, doktor? Yox, bir 3 həftə, 4 həftədir. Yeni? Deyirəm, bəli. İnşallah, uğurlu olsun, xeyirli olsun. Siruz doktoruna əlaqə saxlamaq istəyənləri nəzərinə çatdıraq. Efirdə nömrələri də görürsünüz. Siruz Qoçxani, hər gün oradasınız, doktor? Bəli, hər gün. Bütün estetik, plastik və rekonstruktiv cərrahi əməliyyatları həyata keçirir. Sualınız hər nə olursa olsun, gördüyünüz telefon nömrələrində əlaqə saxlaya bilərsiniz. Gedin konsultasiyalara, məsləhətləşin həkimlə, nə olar, nə olmaz. Canlı orqanizmdir bu. Xəstəliklərinizi də gizlətməyin. Mən çox xahiş edirəm. Çünki həkim bəzən vizual baxışda nədənsə şübhə edib sizi hansısa müayinəyə göndərəndə
daxilimizi bizim özümüzdən yaxşı heç kəs bilə bilməz. Düzdür, doktor? Ona görə bunu xüsusilə vurğulamaq istəyirəm. Xəstəlikləri həkimdən gizlətməyək. Əməliyyat sonrası, inanın ki, estetik cəhətdən heç bir həkim mən görməmişəm ki, indiyənə qədər xırda bir hardasa deformasiya ola bilər. Bu normal bir şeydir. Amma %1 pasiyentdə olur bu. Onu da yenə korreksiya ilə düzəltmək mümkündür. Amma bir də var ki, xəstəliyi gizlədirsən, estetik əməliyyat, plastik, rekonstruktiv, hər nə olursa olsun, ondan sonra o ağır əməliyyat ona qoşulanda, ağır xəstəlik qoşulanda, burada artıq bilavasitə məsuliyyəti həkimdə görürlər. Çünki həkim məsuliyyət daşımır. Doktor, yaş ötdükcə yaşa toxundum, mən istəyərdim yaşlı insanlara da toxunum. Bugün bəlkə biraz mammoplastik əməliyyatlarından danışaq. Çünki xanımların çoxsu yaşa dolduqca indi estetikanı qoyaq bir kənara. Gözəl olmaq istəyən gələcək, müraciət edəcək, müayinədən keçəcək, istəyər, eləyər, istəməz, özü bilər. Bu onun öz istəyinə uyğundur. Amma yaşlı insanlara biz bu məsləhət görək, bu xüsusilə ağır çəkisi olan insanlar, artıq çəkisi abdominoplastika etmək məcburiyyətindədirlər, amma etmirlər. Buyurun, bu haqda fikirlərinizi alaq. İcazə verin, biraz mən geniş danışım bu barədə. Buyurun, sizi deyin. Çox insanlar nə qədər yaşa gedirlər, yaşa doğru gedirlər, tam əzalar, tam orqanlar yavaş-yavaş sallaq olur, göz qapaqdan tutdu, qaşlar tutdu, üzdən tutdu və bədənə kimi. Və hormon dəyişikliklər olur və çəkilər, çoxları çəkilər çoxalır, sonra azalır, diyet ilə bu problemlər var. İndi çoxları bu çoxları ki mammoplastika ya abdominoplastika eləyirlər. Bunlar hamısı əvvəl bir böyük çəki olub. Balaca qarınlar, balaca piylər, onun liposuction beynən aparılır ya məsələn süd vəzə hər halda, çünki uşaq gətirirlər, bir dənə, iki dənə onunla o vasitəsilə hər hal süd vəzi sallaq olur. Amma ümumiyyətcə, onlar ki, çəkilirlər çox idi və çoxdur. Onlar gərək birinci bəzi yollar ilə bunlar gərək arıqlasınlar. Mütləq, yəni dərhal gərək liposuction olmasın, dərhal gərək mammoplastika olmasın. Onları gərək bir müəyyən qədər o çəkiyə çatsınlar ki, sonra əməliyyatlar olunsun. Bu çox xahiş edirəm, bunu istəyirəm diqqət eləsinlər. Əziz tamaşaçılar, böyük çəki ilə əməliyyatlar düzgün deyil. Gərək birinci arıqlasınlar. Arıqlamaq da çox rahat deyil. Çoxları elə bilir ki, həmin əməliyyat məhz insanı arıqladan əməliyyatdır, ona görə. Yəni biz hər dəfə vurğuluyuq, illərdir vurğuluyuq, yenə də baxırsan ki, hardasa məlumatı olmayan insan, yəni kifayət qədər məlumatı almayan insan gəlir ki, hə doktor, artıq dərəcədə piyim var, ifrat dərəcədə köklükdən əziyyət çəkirəm və bir əməliyyatda məni incəl, mən ailə qurmamışdan öncəki halıma qayıdım. Bu gözəl istəkdir, amma bunu həyata keçirmək də çətin bir məsələdir. Bəli, düzdür. Hər halda gərək yolunda olsun, çünki xəstə bu boyda əziyyət çəkir, pul xərcləyir, vaxt qoyur. Bunlar hamısı həzinədir, hamısı məsrəfdir. Ona görə ki, yenə bu proseslər 5 ildən sonra yenə həyata keçirməsi gərək düzgün yolu ilə gəlsin. İndi xəstə gəlir, sinəsi çox böyükdür, boynu ağrıyır, bel ağrısı tutub, düzdür, bu gərək əməliyyat olsun. Amma siz baxsaz, bu bədənə görürsünüz ki, bədəni də kökdür, artıq kilosu var. Bunlar gərək 1 ay, 2 ay. Çox tələsmə düzgün deyil bu əməliyyatın, bunu demək istəyirəm. Gərək biraz vaxt qoysunlar, biraz səbirli olsunlar və sonra əməliyyatlar ki eləyirik, çox uğurlu və davamlı olsun. Doktor, abdominoplastika əməliyyatı, ümumiyyətlə bütün dediyimiz plastik əməliyyatların bizdə video görüntüləri var. Amma bu video görüntüləri biraz insanlara yayınlatmaq mənə elə gəlir ki, hal-hazırda əməliyyat prosesini göstərməyək. Çünki doğru bir şey deyil. Pasiyentlərin biraz da özlərinin individual istəkləri var. Bu anonim qalsa yaxşıdır. Animasiya üzərində fikirlərimizi tamamlayaq istəyirsiniz. Abdominoplastika üzrə bizim animasyon görüntülərimiz var. İlk olaraq abdominoplastikadan başlayaq. Buyurun, burada fikirlərinizi alaq. Baxın, görürsünüz, burada bu artıq çəkisi yoxdur, biraz qarnı sallaqdır. Bu xəstədə rahat olur. Həm liposuction eləyəsən, həm abdominoplastia eləyəsən və çox yaxşı effekt alınır. Amma görüntüsü kimi tam xəstələr bu cür deyirlər. Bundan çox kökdürlər, artıq kiloları var və istəyirlər ki, bədənləri bu cür olsun. Hər hal abdominoplasiyada bir kəsi aparılır aşağıdan və bu artıq dəri göbəkdən aşağıya kimi bunlar götürülür, elə göstərsə və
İndi göstərəcək, hal-hazırda narkoz verilir. Yəni bu bilavasitə bir qayda olaraq hər bir xəstəyə icra olunur. Bunu Bəli, animasiya bəli. üzərində göstərirdik ki, ən azından həkimin dedikləri də sizə aydın olsun. Buyurun doktor. Görürsünüz, məsələn, çatlar var, göbəkdən aşağı, çox xəstələrdə bu çatlar hamiləlik çatlardır. Bunlar hamısı beyndən gedir, çünki bu dəri, o nahiyə dəri təmiz götürülür və bir dənə təzə göbək yenə o nahiyədə qoyulur və dəri çəkilir və artıq dəri götürür və qarın təmiz hamar olur. Bu həqiqi bu cür olur. Sonradan bunun yenə də sallanma ehtimalı var, doktor? Baxın, var. Aman ki, deyirəm, nəzarətdə olsa, bu boyda olmaz, aman ki, nəzarətdə olsa Yəni əvvəlki kimi olmaz. Heç vaxt Nəzarət olmaz. yəni nəyi nəzərdə tutursunuz? Bu insan idman eləyə bilər, yəni bu vəziyyətdə? Bəli, bəli. İdman da eləyə bilər. Bəli, bəli. Yeməyinə diqqət Bir etməlidir. aydan sonra ancaq yeməyə diqqət eləməkdir, sonra idman eləməkdir. Bunlar hər hal, bunlar əməliyyat eləsələr, bu düzgün həyat tərzi budur ki, idman eləyəsən, diyet Doğrudan insan psixologiyası çox mürəkkəbdir. Baxırsan ki, ifrat dərəcədə kök insandır. O qədər idman edir, o qədər tərləyir, əziyyət çəkir, dərmanlar, bitki çayları içir, arıqlamır. Amma əməliyyata gəlir, əməliyyata pul xərcləyir, yəni əziyyəti də canından keçir, həkim də əməyindən keçir. Ortaya gözəl bir nəticə çıxandan sonra onu qorumur. Deyir, əməliyyat eləmişəm, deməli ömürlük gedəcək. Yəni, bu da bir psixologiya. Ona görə, yəni, onlar ki, arıqlaya bilmirlər, onlara da yolları var. İndi slev əməliyyatlar var, ya balonlar var, qoyuruq və bu o xəstədə artıq yemək yeyə bilmir və həddinə yeyir və ona görə 2 ay, 3 ayın ərzində 10 kilo, 15 kilo verir. Dedim, bunlar çox xüsusi yolları var ki, əgər düzgün əmələ gəlsin, düzgün də effekt görəcək. Biz həmçinin vurğulayaq ki, bu artıq çəksi olan insanlara, kimlərə ki, abdominoplastika biz məsləhət görürük, həmin insanlarda yəni oynaqlarında ağrı, ümumiyyətlə bu artıq çəki maneçilik törədir. Yəni istəyirsiniz bunu da biraz daha doğru. Bəli, təbii kimsə ki, kilosu 10 kilo, 15 kilodan artıqdır. Hər hal o çəkişinə və boyuna görə bu artıq çəki özündən aparır, daşıyır. Ona görə bəzilər var 20 kilo var, bəzilər 30 kilo hətta var. Məsələn 120 kilo görürsünüz, 120 kilo, 50-60 kilo hətta bundan artıq da ola bilər. Bunlar hamısı gələn müraciət eləsinlər və çoxları depressiyadadırlar. Həyat tərzləri çox pisdir, çox narahatdırlar, çox özlərinə qapanırlar və o cür ki, istilər yaşaya bilmirlər. Amma çox rahatdır bu məsələni beynən aparmaq, çox rahat. Ancaq müraciət eləsinlər bunları. Doktor, eşitdiyimə görə ən çox ikincili əməliyyatları sizə çox müraciət edirlər. Hansısa, yəni belə deyərdik də, başqa bir həkimin əlinin qəzalı işi sizə daha çox gəlir. Bəli, rinoplastika təbii. Buna səbəb nədir? Yəni kiminsə səhvini siz düzəltməlisiniz, yəni bu bir məcburiyyətdir. Yaxşı olardı ki, ilkin sırada gələsiniz mütəxəssis yanına. Yox, tamam, tam estetik cərrahlar hamısı yaxşıdır. Heç həkim istəməz ki, əl işi pis olsun. Amma qeyri-mütəxəssislər var, doktor, elə deməyin. Bəli, vardır, azdır, sayı azdır, hər hal var. Mən də çox bu işdə çox işləmişəm. Ona görə çox müraciət olunur və şükür Allah. Məmnun qalırlar. Məmnun qalırlar. Yəqin ki, çünki artıq deformasiyaya uğrayan əməliyyat sonrası deformasiya bunun özü də bir fəlakətdir. Bəli, bəli. Çünki mən təsəvvür eləyə bilmirəm ki, insanda inam yaradırsan, danışırsan, onun psixoloji yola gətirirsən ki, hə, gəl, bu əməliyyat səndə uğurla nəticələnəcək. Görürsən ki, xəstə deyildi, normal bir insandır. Amma əməliyyatdan sonra o istədiyi, müraciət elədiyi burundan daha pis burun görəndə, yəni o insanın mən psixologiyasını düşünürəm ki, o hətta ikincili əməliyyatı uğurlu keçsə belə yenə də psixoloji müalicə təyin olunur ona. Eləyirsiniz onu. Sizin klinikada var ümumiyyətlə bu kimi prosedurlar həyata keçirilir? İnşallah sentyabrda başlayacaq. Sentyabr, az qalmışdı, yaydı, tətildir. İnşallah. Nordic klinikasında müraciət etmək istəyənlərin nəzərinə nömrələri yəqin ki, görürsünüz, efir vasitəsilə müraciət eləyə bilərsiniz. Doktor hər gün klinikadadır. Müraciət edin, saat neçədən neçəyə qədərdir iş vaxtınız, doktor? 9-dan 5-ə kimi. Amma əməliyyat olanda qalırsınız saat. Qəbul vaxtları 3-dən 5-ə kimi. 3-dən 5-ə kimi qəbul saatlarıdır. Buyurub yazıla bilərsiniz. İkincili, üçüncülü estetik əməliyyatlar diləyək ki, insanlar artıq yəni bunun sayı o qədər də çox olmasın. Elə ilkin əməliyyatlarda mütəxəssisə, peşəkar insana müraciət etsəz daha yaxşı olardı. Doktor, biraz da mamoplastik əməliyyatlarından danışaq. Mən istəyirəm xüsusilə də bugünkü gündə düz vurğulayırıq, sinəsi böyük olan insan əgər bu ağırlıq törədirsə, getsin əməliyyat eləsin, yüngülləşəcək. Amma bunun iki variantı var da. Bir var ailə qurmamış xanımlar, bir də var ailə qurmuş xanımlar. Mən istəyirəm ilk ailə qurmamış xanımlardan danışaq.
Baxın, Düzgündür onların bu əməliyyat eləməyi və nə hər hal bu dərəcədə? əməliyyatdır. Onlar ki, ailə qurmayıblar. Çünki bu əməliyyat, yəni problem olmur. Yəni ailədə qurandan sonra süd verə biləcəklər. Yəni heç problem yoxdur. Bir problem var, o izlərdir ki, döşdə qalır. Əməliyyat vaxtında, əməliyyatdan sonra bir balaca izlər var. Və o görsən, istər-istəməz çox xoşa gəlməyən bir şeydir. Biz xəstələrlə danışırıq ki, ancaq sizdə bu problem var. Əgər istəsəz, bu əməliyyat eləyəsiniz. Yəni, sabah ailənizdə problem olmasın. Amma fiziolojik cəhətdən və anatomi cəhətdən heç problem xəstəyə olmaz. Bəs yəni o əməliyyat bizim animasiya görüntümüz var. Onu bir də Siz verək. elə Burada görüntüyə baxsınız. göründüyü kimi doktor həmin o döşün giləsi belə deyək də, çünki bunun yəni başqa cür ifadə edə bilməyəcəm. O yerindən miqrasiya olur. Orada istərsiniz süd vəzləri axarlarında müəyyən dəyişikliklər olur. Düzdür, bu sizə ünvanlamıram. Şəkər kimi cavabını verəcəksiniz. Amma yəni bu kimi əməliyyatlara gedəndə xanımlar xüsusilə diqqət yetirsinlər ki, kim əməliyyatı icra eləyir. Sonradan bu miqrasiya olduğuna görə, yer dəyişdiyinə görə daha sonrasında əməliyyat sonrasında uşağını əmizdirə bilmir. Yox, bu məsələ, bu problem yoxdur. Hər hal miqrasiya olur, düzdür. Amma ki, əsas bu süd vəzlərdir ki, azalır. Yəni orada dəyişiklik yoxdur. Yəni pi vəzlərini azaldırsa, süd vəzlərini toxunmursunuz, onu demək istəyirsiniz. Bəli. Kanallar hamısı öz yerindədir və süd vaxtında, yəni əmək vaxtında qidalandıra bilər. Dedim, ancaq problem budur ki, bu tikiş yerləri ki, siz görürsünüz, bir nazik xətt ola bilər, görsənsin. O da, dedim, ailə qurmamış gənc qızlara çox xoşa gəlməz bir şey deyil. Amma məcbur olsa da, vaxtı ki... Yox, indi əməliyyatın izidir də, bir xət qalanda və ya iki xət qalanda bunun elə bir... Bəziləri elə onu da istəmir. Hər halda çox da görsən, gözə gəlməz bir şey deyil. Bəli, gözə gəlməz bir şeydir, amma... Bəziləri həssas var. Biz borcumuzdur, hər şey dəqiqdir. Xırdalığına qədər, incəliyinə qədər başa salırsınız ki, indi budur, daha sonrasında vəziyyət bu olacaq. Çox gözəl. Mən bir daha xatırlatmaq istəyirəm. Nordic Sağlamlıq Mərkəzinə müraciət edə bilərsiniz. Doktor hər gün orada fəaliyyət göstərir saat 9-dan 5-ə qədər. Qəbul saatı 3-5 saatlar arasıdır. Müraciətlərinizi edə bilərsiniz. Telefon nömrələrini də biraz sonra özüm də xatırladacağım. Yəqin ki, efirdə insanlar da yazır. Biz söhbətimizi reklamlardan sonra davam edək. Diqqətinizi həkimsən bu. Həkimsən verilişi reklamlardan sonra davam edəcək. Türkiye'nin meşhur plastik, estetik ve rekonstruktif cerrahı Profesör Doktor Murat Türegün Edera Hospitalında her növ üz gençleştirme, burun, kulak ve çene deformasiyası, abdominoplastika, mamoplastika, artıq şəki və biylənmənin estetik korreksiyası ve diğer rekonstruktif ameliyatları hayata geçirir. Medera, tipdə yeni era. Medera Hospital sponsorluğuyla həkimsən verilişi reklamlardan sonra davam edir. Nordic Tibb Mərkəzinə müraciətlərinizi edə bilərsiniz. Telefon nömrələrini də görürsünüz. Ulduz 9191 mən özüm də xatırlatmaq istəyirəm. 012 538 98 48. İnternet vasitəsilə də əlaqə saxlamaq istəyənlər nəzərinə çatdırım. www.nhc hərfləri, yəni Nordic Klinikası.az saytı. Daxil olun, istək və arzularınızı orada bildirə bilərsiniz. Sirius doktor, əlimizdə sizin həyata keçirdiyiniz əməliyyatların foto görüntüləri var. Yəni əvvəl və sonra. İstəyirəm onları da yayınladaq və insanlar danışıq bir başqa, amma onun üzərinə siz həyata keçirdiyiniz əməliyyatların foto görüntüləri və ya video görüntüsünü yayınladığında daha da yaxşı olur. Buyurun, fikirlərinizi alaq. Bunlar rinoplasiya əməliyyatları da əvvəl sonrası. Bu şəkildə çox görsənmir. Dəyişsələr. Növbəti şəkildə keçid alaq çünki, buyurun. Baxın, bu bir dənə ətli burundur. Bu ətli buruna biraz ətli burundur, o necə oldu? Yəni, çoxu ətdir, yəni bu
ət qalınlığı. Qığırdağı az olur. Bəli, bəli. Tez-tez də keçmir. Bu burun var ki, çox problem var idi. Yavaş-yavaş keçək şəkilləri zəhmət olmasa. Buyurun. Bu burun çox problemli idi. Yəni Bu da sümüklüdür, hə? Bəli, bəli. Dovşandıqda var idi və həmçinin ki, burnu çəpəridə çox problemi var idi. Bunu görürsünüz bu halda. Doktor, üzr istəyirəm, bu yaşda dovşan dodaq əməliyyat keçirmişdi də, yəqin. Keçirib, bəli, bu körpəlikdə keçirib, görsənir, o izləri görsənir. Bu həmçinin bir dənə burunun rinoplasti eləmişik, həm ucundan balaca eləmişik, həm kəmərini götürmüşük. Bilirsiniz, üzə quruluş, görürsünüz, yəni siz burunları müqayisə eləsəz, üzə gərək yaraşsın. Və bu burun fərz edin, ayrı keçən xəstəyə qoysa, düzdür, bu indi gözəldir, üzünə yaraşır, razmeri və hər standartdır. Ölçüsü. Əgər ölçüsü standartdır, indi istəsək bu burun, o birisi burunda olsa, düzgün olmur. Ona görə çox xəstələr istəyirlər ki, müqayisə edirlər, deyirlər, bir dənə şəkil gətirirlər, deyirlər ki, biz istəyirik bu cür olaq. Görürsünüz, məsələn, sifət əsla bir-birlərinə oxşamır. Ona görə burunda çox həssas əməliyyatdır, gərək çox dəqiqliyi ilə hər şey, çünki vitrindədir, yəni üzdədir, hamı görür, özünüz görürsünüz. Bu gərək sifətə yaraşan bir şey olsun. Bu deyil ki, arzularınız nədir, nədən fikirləşirsiniz, nə cür olsun, o cür heç vaxt olmaz. Ətdir, sümükdür. Sifəti tamamilə dəyişir. Dəyişir. Buna görə burun seçimində çox diqqətli olaq. xəstələr var ki, burunlarını həddindən artıq balaca eləyiblər. Gözəldir, balacadır. Burun özü balacadır, amma sifətə yaraşmır. Gəlir deyir, doktor, bunu böyütmür. Mən əvvəl burnum çox yaxşı idi. Bunu gərək əməliyyat eləyin, biraz razmeri, biraz böyük. Ona görə burun gərək öz sifətinə, hər insanın öz sifətinə yaraşsın. Yəni, heç vaxt özlərini ayrı insandan müqayisə eləməsinlər. Ona görə həm depressiya düşməzlər, həm də ki, özlərindən çox razı qalarlar və görürsünüz ki, özlərini də şad hiss edəcək. Bu burunlardan. Əvvəlki şəkilə baxanda doğrudan da qıza müəyyən qədər yaş vermək olar, amma əməliyyat sonrasında tamamilə uşaq simasını alıb. Çox dəyişik bir əməliyyatdır, doktor. Yenə də təşəkkür edirəm, gözəl oldu. Çox sağ olun, təşəkkür edirəm. Davam edək. Burun əməliyyatları simada çox dəyişiklik